Salam, bu videomuzda kəsirlərin müqayisə üsullarına baxacağıq. Gəlin başlayaq. Kəsirləri hansı üsullarla müqayisə etmək mümkündür? Birinci baxırıq, məxrəcləri bərabər olan kəsirləri necə müqayisə edirik? Məxrəcləri bərabər olan kəsirləri sürəti böyük olan kəsir böyükdür. Məsələn 7-də 5 ilə 7-də 6-nı müqayisə edirik. Məxrəcləri bərabərdirmi? Sürətlərinə baxırıq. Sürəti böyük olan kəsir böyükdür. Və yaxud da məsələn 110-da 75 ilə 110-da 67-ni müqayisə edirik. Baxırıq məxrəclər bərabərdirmi? Bəli, sürəti böyük olan böyükdür. Keçdik ikinci qaydamıza. Sürətləri bərabər olan kəsirləri bəs necə müqayisə edirik? Sürətləri bərabər olan kəsirləri məxrəci kiçik olan kəsir böyükdür. Məsələn, tutaq ki 5-də 17 ilə 8-də 17-ni müqayisə edirik. Baxırıq sürətləri bərabərdirmi? Bəli. Deməli, məxrəci kiçik olan kəsir böyükdür. 5-də 17 kəsiri 8-də 17 kəsirlə böyük olacaq. Sonra, məsələn, 92-də 200, 87-də 200. Sürətlər bərabərdirmi? Bəli. Sürətlər bərabərdirsə, məxrəci kiçik olan kəsir nə olacaq? Böyük olacaq. Deməli, 87-də 200 böyükdür. İndi baxırıq uşaqlar. Deməli, sürətləri və məxrəcləri müxtəlif olan kəsirləri müqayisə etməyə. İndi nə sürət bərabərdir, nə də məxrəc. Baxın, burada bir neçə həll qaydası var. Birinci, tutaq ki, 5-də 2 ilə, məsələn, 7-də 6-nı müqayisə edirik. Fikir verin. Biz nə məxrəc bərabərdir, nə də sürət bərabərdir. Ya biz bir neçə üsuldan burada siz istifadə edə bilərsiniz. Birinci, məsələn, siz çarpaz vurarsınız bunları. 2-ni vurarsınız 7-yə, 5-i vurarsınız 6-ya. Hansı böyüdürsə, deməli, həmin kəsir böyüdür. 2 7-nin 14, 5 6-nın 30. Deməli, hansı böyüdür? 7-də 6 kəsiri 5-dəki kəsirindən böyüdür. Bu birinci üsul. İkinci üsula baxırıq. Məsələn, 5-də yeni misal, 5-də 2 ilə 7-də 6-nı müqayisə edirik. Siz burada ya məxrəclərin, ya da sürətlərin əkobunu tapa bilərsiniz. Yəni, ya sürətləri bərabərləşdirib müqayisə edə bilərsiniz, ya da məxrəcləri. Məsələn, 2 ilə 6-nın əkobu, biz bilirik ki, neçə edir əkob? 2 ilə 6-nın əkobu 6 edir, düzdürmü? 6. Birinci kəsirin sürət və məxrəci nəyə vurmaq lazımdır? 3-ə. İkinci kəsirli isə 1-ə. Vururuq olur deməli 5 üçün 15, 2 üçün 6. Bu da oldu 7-də 6. Baxırıq, artıq biz əvvəlki qaydadan demişik. Sürətlər bərabərdirsə məxrəci kiçik olan böyüdür. Deməli 7-də 6 böyüdür. Məsələn, üçüncü qaydamızda isə məsələn, baxaq burada üçüncü qaydamıza. Üçüncüyə. Yəni, məxrəclərin bərabərləşdirək, belə deyək. Tutaq ki, 7-də 6. Əkob 7 ilə 5 bilirik ki, ardıcıl tək ədədlərdir və ardıcıl tək ədədlər qarşılıqlı sadə ədəd olduğu üçün onların deməli, əkobu onların hansına bərabərdir? Nəyə bərabərdir? 35-ə. 5-dəki kəsirini məxrəcini 35 etmək üçün 7-yə vurmaq lazımdır. 7-də 6-nı isə 5-ə vurmaq lazımdır. Yəni, tamamlayıcı vurğularını tapmaq lazımdır. Oldu 35-dəki 7-nin 14, 35-də 6 5-in 30. Artıq biz bilirik, məxrəclər bərabərdirsə sürəti böyük olan böyüdür. Yəni 7-də 6 kəsiri nə oldu? Böyük oldu. Baxın, 3 qaydanın üçündə də fərqi yoxdur. Ola bilər ki, bir misalı siz müxtəlif üsullarla həll edəsiniz, amma cavab həmişə eyni alınmalıdır. İndi diqqətli olmaq lazımdır. Tutaq ki, nə sürət, belə deyək də, sürət və məxrəcləri fərqli ədədlərdir, amma sürət və məxrəclərinin fərqi eynidir. Diqqət edirik, kəsir düzgün kəsirdir. Əgər kəsir düzgün kəsirdirsə, sürət və məxrəclərinin fərqi eynidirsə, əgər kəsir düzgün kəsirdirsə, sürət və məxrəclərinin fərqi eynidirsə, baxın, burada böyük ədəd iştirak edən kəsirlər böyük olur. Məsələn, tutaq ki, yazaq. Məsələn, 95-də 92 ilə tutaq ki, 87-də 84-ü müqayisə edirik. Baxın, fikir verin. 95-dən 92 çıxdıqda fərq neçədir? 3, düzdürmü? 87-dən, üzr istəyirəm, 87-dən 84-ə çıxdıqda neçədir? 3. Fərq eynidir. Və baxırıq, fərq eynidirmi? Bəli. Deməli,
düzgün kəsirdir? Bəli. Böyük ədəd iştirak edən kəsir nədir? Böyüdür. Yəni 95-də 92 nə oldu? Böyük. Başqa bir misala baxaq. Məsələn, tutaq ki, 84-də, məsələn, 74, tutaq ki, belə yazaq, olsun 114-də, məsələn, 104. Bu kəsirləri müqayisə etmək lazımdır. Baxırıq, 84-dən 74 çıxanda fərq neçədir? 10. Yəni, bundan məxrəcdən sürətə çıxırıq 10, məxrəcdən sürətə çıxdıq 10. Böyük ədəd iştirak edən kəsir nə oldu? Böyük olacaq. Düzgün kəsirlərdə. Yox, əgər kəsir düzgün kəsir deyilsə, yəni düzgün olmayan kəsirdirsə, sürət və məxrəclərinin fərqi eynidirsə, burada kiçik olan böyük olacaq. Yəni, kiçik ədəd iştirak edən kəsir böyük olacaq. Məsələn, 92-də 95, 80, tutaq ki, 3-də 86. Baxırıq, kəsir düzgün olmayan kəsirdir, amma sürət və məxrəclərinin fərqi eynidir. Yəni, 95-dən 92 çıxdıqda neçə edir? 3 edir. 86-dan da 83 çıxdıqda neçə edir? 3 edir. Fərqlər eynidir. Deməli, kiçik ədəd iştirak edən kəsir nə olacaq? Böyük. Yəni, 83-də 86, 92-də 95-dən nədir? Böyükdür.